Ruslan İsmail yazdı ki, sənə olan sevgimi gözümdə öldürmüsən. İçimdəki nifrəti danışmaq istəmirəm. Səni sevən birini hamıya güldürmüsən. Səni dostdan, tanışdan soruşmaq istəmirəm. Necə qıydım bu cana, necə yandım, alışdım, həsrətindən gecələr göz yaşına qarışdım. Mən bu qara yazılmış taleyimlə barışdım. İllər sonra səninlə barışmaq istəmirəm. Doğmaların gözündə yaşa dönsəm incimə. Lap əvvələ, öncəyə başa dönsəm incimə. Cavan yaşda torpağa, daşa dönsəm incimə. Ürəyi daş birinə qovuşmaq istəmirəm. Ürəyi daş birinə qovuşmaq istəmirəm. Aygün Rəhimli bu şeirə cavab yazdı. Dedi ki, demək mənim sevgimi bənzətdin toza, quma. Biraz insafın olsun. Ah alma, günah yuma. Dar ağacında belə söz verirlər məhkuma. Özün yaz, özün inan, istəmirsən soruşma. Bundan sonra qarşıma çıxmağa da çalışma. İndi sənə doğmadı özgə ahəng, özgə səs. O mənsiz əllərini isidir başqa nəfəs. Mənə də lazım deyil mənə inanmayan kəs. Dönməni gözləmirəm. İstəmirsən barışma. Bundan sonra qarşıma çıxmağa da çalışma. Şübhələrə qul oldun illər boyu qərarsız. Yad birinə çevrildin, dondurdun şaxta, qarsız. Gəncliyimi çürütdüm yollarında məzarsız. Mənəmmi ürəyi daş? İstəmirsən qovuşma, bundan sonra qarşıma çıxmağa da çalışma. Rəhimli öz dərdinə çox ağlatdı dilləri. Vulkan tək od püskürdü, kül oldu şeirləri. Kaş geriyə qaytaram, sənə dəyməz illəri. Su çilənmiş ocağım, İstəmirsən alışma. Bundan sonra qarşıma çıxmağa da çalışma. Su çilənmiş ocağım, İstəmirsən alışma. Bundan sonra qarşıma çıxmağa da çalışma. Çalışma.